Salam, hər vaxtınız xeyir olsun. Mən Paşayev Toğrul. Sizinlə ingilis dili ilə bağlı inşallah yeni dərslərə başlayırıq. Sıfırdan və bütün texnikalar daxil olmaq şərti ilə və vəsaitimiz də təbii ki, ingilis dili ilə bağlı A1 başlayanlar üçün bu olacaq, amma yenə də şərt deyil hər şeyi kitab vasitəsilə öyrənmək. Dərslərə qoşulduqda isə, dərsləri davamı ilə izlədikdə isə siz görəcəksiniz ki, ise pillə və pillə bir 6 dil bilən bir insan olaraq mən sizə ümumiyyətlə bir dilin öyrənmə kilidlərini, açarlarını verəcəm sizə və bu günlər isə biz başlayırıq çox da uzatmadan ingilis alfabeti, yəni English alfabet. Birinci ümumiyyətlə ümumi formada danışım ki, İngilis dili 26 əlifba hərflərdən ibarətdir. 26-nın üzərində sadəcə bizdə kombinasiyalar var. Təbii ki də bu 26 ilə bitmir. İngilis dilinin çətinliklərindən də biri hərf birləşmələrindədir. Saitdən, samitdən sonra iki saitin birləşməsi, samitlərin birləşməsi, onların tələffüz prosesi tamamilə fərqli olur. Yəni bizim gördüyümüz kimi deyil. Bu Almana da, Fransa da, İngilisə də, bəzi hallarda elə İspanlara da aid olur, amma çox az hallarda, amma Portugizdə də var bu. Çox uzatmadan başlayaq. Deməli, bizim 26 dənə şeylərimiz var, hərflərimiz var və hərflərin hərsinin özünü doğru Azərbaycan dilində, əgər doğru dürüst danışmaq istəyiriksə, dediyim kimi, yəni onlar necə yazıblarsa, tərtib edirlərsə ingilislər, biz də bunları uyaraq getməliyik. İstər bu Amerikan ləhcəsinə daxil olsun, istərsə də İngiltərə ləhcəsinə. Bunlar ən çox ikisinin arasında fərq var. Kanada və yaxud da ki, Avstraliya və yaxud da Yeni Zeland, bunlar Amerikan daha çox yönüllüdür, belə deyərəm. Ona görə də yəni bu ikisinin arasındakı fərq, tələffüz fərqi daha çox barizdir. Başlayaq. A. A bizim A'dır, amma tələffüzü A kimi səslənir. A. B. 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 C bizdə C. İngilis dilində C. A, B, C. D bizdə D. D. E, I. Uzaq biraz I. Kısa yox. I. A, B, C, D, E. F. G. Gələk bura. Burada C yazmışam. C deyil bu. Əlbəttə ki, C. Cücə. Yəni Azərbaycan dilinin əsl tələffüz qaydalarına girən C yox, C-dan danışır. İngilislər də G hərfini yazdıqların hamısı bu dəqiqə etibarilə belə yazılış formaları bundan ibarətdir. Yəni siz durub başqa formada yazsanız biraz başqa bizim öz R-da da deyəcəm mən onları sizə. Görəcəksiniz ki, ingilislər bunu belə istifadə etmir bu dəqiqə etibarilə. C demirik buna. C, C. Arzu öyrəşirik bunu. Doğru tələffüz üçün. Həm öz dilimizdə, həm də ingilis dili üçün. G, H, H, Ç, H. H yazılır, amma H deyilir. I səsini verir. Onlar bizim bildiyimiz I kimi yazmırlar təbii ki də bunu. Çünki bu onlarda rəsmi yazılarda hansısa bir köhnə məqalələrdə zodlarda görə bilərsən, bu dəqiqə etibarilə belə və yaxud da ki, böyük bir belə kimi gedir. Yəni bu artıq belə qəbul olunub. Amma kimsə xəttatlar kimi yazılır, təbii ki də öz keçmişdən qayda bilir. I, C, C yox. J, 11. K, da yox, kartof. K, L, bu dəqiqə etibarına yazıldıqda L, böyük L belə yazılır. Kiçik isə düz bir dənə xətt atılır. Little sözündəki kimi, little yox,
hər hansı bir battle. Bu qaldı belə. Bunu belə eləsən artıq böyüyə çevriləcək. Yəni artıq da normalda hər kəs bunu düz formada, yəni klaviaturada yazdıqları kimi yazırlar. Artıq bizim yazış sistemimiz onlarda keçmir. Ona görə ingilislərlə yazışanda əl məktub yazmaq istədirik. Gərək onlara da riayət olunsun. M, N, O, O, O və O demirik və ya da U demirik buna. O, P, 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 Q, Q. İngilislərdə bizdəki, əslən qızı bizim də özümüzdə, yəni Azərbaycan dilində danışa bilən insanlar, tam doğru danışan insanlar üçün bunları tərcümə etmək çox asandır. Q, K, Q, Q. Bununla belə də düzəltmək olar ki. Q, R. İndi Amerikan ləhcəsində gedir. R-ını boğazın bu hissəsində, qanun vasitəsində boğulur. R, mesela car, cry, r-ını daha çox belə bildirirlər. Amma şeylərdə isə Britaniyalarda isə daha çox a uzadılır. This is a car. Demirik ki, this is a car. Ona görə də fərqlər Amerikan və İngiltərə ləhcəsində olacaq. S, S hamıda eynidir. T, T, T yox. T, U. U yazılır amma U kimi səslənir. U. We. 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 Yəni dodağın bu hissəsinə qönçələnir. We. V demirik. Çünki o dilimizi oturandan sonra, bu praktikaya oturmayandan sonra dildə təbii ki də başlayacaq hamımız V. V. Valid. Hər hansı bir söz olsun, V kimi istifadə olunmalı. Təbii ki, bu V, 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 V yox, dartılma yox. We, V, V. Ərəblərdə də elədir, ingilislərdə də elə həmin o V-dən istifadə edir. W, iki dənə V-dır, amma bunu iki dənə U kimi səsləndirirlər. Double, yəni qoşa, U, iki dənə elə bir U-nun birləşməsi, bunlar oxşadıqlar bu formaya. Amma əslində qalsa daha çox oxşayan buna oxşayır da, yəni we-yə oxşayır. Double we olar ki, bəlkə də bilmirəm nəyə görə belə edirlər. X, bizim yazımız X, X də deyənlər var, X. Tam literaturda X gedir. Y, Y. Elə Y səs mənasına belə götürəndə niyə? Bunlar yazılar belə. Y. Həmin onun eyni səsləri və sonuncusu isə Z və ya da Z. Yəni bu gördüyümüz G, E, D kimi Z və ya da ki Z kimi də oxunula bilər. Bu da əlifbamızın sonu. Hər hansı bir sual olarsa kommentlərlə yaza bilərsiniz və indi keçək.